Ümid edirəm axşamınız əyləncəli keçir. İkinci skeçimiz Romeo və Juliettanın modern castingi haqqındadır. Nə? Castingi haqqındadır. Casting. Romeo ilə Juliettanın castingi. Bəli, modern Romeo ilə casting. Juliettan öcü gələcək, yoxsa onu aktyor seçir? Aktyor seçiləcək. Aktyor seçir. Nə qədər enerjiləriniz var? Çox sağ olun. Yaxşı, baxar görək nə var. Xoş izləmələr. Xoş istəmə. Alo. Bəli, narahat olmayın. Hər şeyi bugün seçəcəm. Bilirəm. Bəli, bu günlərim aktyorlar seçilib sizə göndəriləcək. Güvən. Tamam, sağ olun. Neyim mən, vaxtım yoxdur. Gəlin. Salam, xoş gəlmişsiniz. Adınızı öyrənə bilərəm. Rako, Vako, Jako. Bəli. Sizə Romeo və Julietta. Bəli, başa düşdüm. Çox gözəl. Sizdən o ışığı aldım. O Romeo Juliet dediniz, yəni məndən aldınız. İndi sizə təklif olunmuş vəziyyətlər veriləcək və siz ona uyğun davranmalısınız. Yaxşı? Düşünün ki, bir romandasınız və səhnədəsiniz. Belə bir şey deyək ki, fikirləşin ki, siz bir qaladasınız və paltar asırsınız. Asım? Bəli, paltar asırsınız və Romeo qıraqdan gəlir və sizi görür, aşiq olur. Yaxşı. Mən buradan gəliyim. Bəli, oradan gəlirsiniz. Başlayayım mən? Bəli, başlayın. Yaxşı. Baxmıram ha ona. Xanım, baxmırsınız. Deyil. Salam xanım. Bəlkə quruğuma qoşulasınız. Onu gel, anava bacıva dinlə. Ay xanım, kəsdik. Ana bacı nədir? Quruq nədir? Uşağınız da burada üstümə tüpürür. Başa düşün. Bu nədir? Bax, bu semiyadır, hörmət söhbəti. Sən başa düşmürsən belə şey. Səhnədir, belə biz səhnədəyik, biz Elə səhnədə semiya İncə yoxdur. sənətdən danışırıq. Yox, səhnədə semiya yoxdur. Xanım, ailədir də, ailə. Bu mənə səbəb başa düşürəm, başa düşürəm. Bura Bu başa səhnədir. düşmür, bir dəqiqə. Xanım, bura səhnədir. Simyadır, nə bilim, tüpürməkdir, belə şeylər olmaz. Niyə sən tüfürmürsən? Tüfürcə yığılmır. Xeyr, bura səhnədir, belə şeylər olmaz. Yaxşı, sən Nəysə, başdan alırıq, başdan Bir də alırıq. Təzədən gəldik. Siz anlamadınız deyəsən. İndi belə götürəcəyik. Siz çıxmısınız qalaya, biraz nazlı olun, biraz necə deyim, valeh eləməlisiniz siz Romeo. Olub da valeyonsda. Külək Aşiq əsir, olacağam. külək Əl əsir. vurma, xoşlanmır. Yaxşı. Külək əsir sizi belə, saçlarınızı belə havada belə, necə deyim, belə atır göyə də başa düşdünüz. Belə Sən aşiq bu istəyir olacaq mən sizə. əzilim üzülüm. Bəli, əzilin, düzülün. Nə edə bilirsiniz? Ay, bizim cinləndirin. mirdə belə söhbətlər yoxdur, nə üzülüzü? Xanım, bura səhnədir, Bizə burada tərsdir eləməlisiniz. bunlar. Bizə tərsdir bunlar. Tərsdə onu gəlməməliydiniz. Eləyin, vaxtım yoxdur mənim. 5 saat yalvardım, nə oldu? Nə oldu? Xeyr, mən yalvarmırdım. Xahiş edirəm, buyurun. Mənim vaxtım yoxdur, uzatmayın İndi sözü. gözlə bir Ev, dənə. elə. İndi sən Elə, görərsən. Buyurun. necə. Bax, Elə ev yox görürəm. diqqətlə Aha. bax. Salam xanım. Bəlkə tanış olaq. Onu get mama və bacıva dinlə. Ay xanım, kəsdik! A, demədim mən elə. Dedim belə, ana bacı nədir? Oradan Səhnədir bura. girirə, ailədən girirə. Ay, Bax, xanım. bura səhnədir. Xanım, saxla. Mən Məni şəxsən əzir. aşiq oldum. Bu məni əzir. O vurulub bax, buradadır. O sizə o cür evdə o şeylər ola bilər. Sizin əsl həyatınızdan getmir burada söhbət. Biz burada səhnədəyik. Başa düşdünüz? Kondisionerdən zaxtan qoşardınız. Pıstı bastı. Xanım, nəsə, siz bunu anlamırsınız. Sizə başqa uşağınız, məsələn, uşağınızla birgə verəcəm sizə. Ver. Fikirləşin ki, indi uşağınız da sizin eşqinizi belə harlayan belə. Ona görə də uşağınızı qoşacam. Qoş. Deməli, fikirləşin ki, oturmusunuz bir çəmənlikdə və yaxud da oturmamısınız. Belə çəmənlikdəsiniz, belə dayanmısınız və aranızda da uşağınız var. Bir-birinizə eşq, məhəbbət sözləri deyirsiniz. Başa düşdünüz? Bu romandır, bu eşq romanıdır. Xahiş edirəm, bacara bildiyiniz qədər eşq sözlərindən istifadə edin. Biraz incə davranın. Siz Julietsiniz, siz qadınsınız. Belədir də Siz Juliet. elə davranmayın biraz. Bəli. Xoşun gəlmir əmin davranmamalı. Xeyr. Niyə ki? Onu evdə Yox, bir dəqiqə. O mən Özüm əllə eləyəcəm. bir Quruğu dəqiqə çağır. xoşun gəlmədi. Xanım, bura səhnədir. Bir neçə dəfə təkrarladım. O mənə çöndərir. Aa, bu mənə çöndərir. Bax, bu deyil. Saç dərs, Allah saç haqqı dərs. deyil. Yüksəlir mən. Saçda həll eləyəcək çıxartdım. Söz vermə. Yaxşı, mən qələt elədim. Yəni siz buyurun. Yeniyək. Harda etdin əndə?
Dedim də çəmənlikdəsiniz. Hə. Başqa yer tapmadım. Gəzirik. Xeyr, gəzmirsiniz. Çəmənlikdəsiniz, durmusunuz, bir-birinizə dururuq. eşq sözləri deyirsiniz. Çəmənlikdə kim durub ki, bir-birinə eşq söz Xanım, bu romandır. Başa düşdünüz? Evin içində deməyəsiniz ki, Elə evin içində deyil. Xeyr, romanda Aa. təbiət Ne lazımdır. diyeyim? Başa düşdünüz? Quşların səsi, külək. Bəli, buyurun. Yaxşı. Bir də Aha. təkrarlamayacağam. Əzilim üzülüm yenə. Əzilin, əzilin. Mən də danışım, söz deyim. Bəli, danışın. Cako, Acar, Rako. bilsən səni almışam. Nə almısan? Kəpənək. Rako, belə seviyə etirafı yoxdur, Yoxdur, Ziyako. Xahiş edirəm, kəsdik. Bəyənmədin? Kəpənək nədir? Bəyənmədim. 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 Əsəbləşmə, yox, Bir əsəbləşmə. dəqiqə. Bəyənmədin? Bəyəndim, çox Yəni gözəl. mənə idi. dala çəkirsən. Xəyalımdır ki, Yox. kimsə mənə kəpənək yazsın. Çox bəyəndim. Çox bəyəndim. Bəyənibsə bəyənib, çox bəyənib. Biri sən hədiyyə eləyəcək. Bəli. Mən sizə Alar. zəng eləyəcəm. Sizi çağıracağam. Mütləq. Siz mənə o kəpənəyin birində hədiyyə eləyərsiniz. Nə rəngisən? Bir dənə. Fərq eləməz, fərq eləməz. Bənövşə, qırmızı. Bəyəndiniz də Hə, yəni. bəli, çox gözəl, çox. Bəyənmədisə kruqu çağırırım. Sən gələ. Ay, Allah sizə zəng eləyəcəm. Sıradakı kim çağırsın? Vaxtım yox. Sıradakı gəlsin. Salam. Salam xanım. Salam. Sizdən çox gözəl cilvə aldım. Sizdən nəsə var. O işıq görürəm sizdə. Bəli, mən Nigulya. Bəli. Fatih. Fuatik. Yəni sizdən başqa deməyim, yaxşı çıxmaz. Ne oldu hanım, ne var ki? Sizdən başqa şey vibe aldım. Fatih kimlə lütfən elə danışmayın. Aha. Nəysə, vaxtım yoxdur. İndi siz bilirsiniz ki, Romeo ve Juliet əsəridir bu. Yəqin ki, oxumusunuz. Bəli, bəli. Bəli. Ben Romeo'yam da. Romeo. Bəli, siz Romeosunuz. Mən də Julietta. Bəli, bəli. Aha. İndi sizə təklif olunmuş vəziyyət veriləcək və siz onu eləməyə çalışacaqsınız. Amma yəni ev şəraitində yox. Sanki yəni nağıldasınız, o əsərdəsiniz. Elə düşünün. Düşünün ki, yenə bayaq verdim, eləyə bilmədilər tam. İndi sizə verim onu. Çəmənlikdəsiniz və Mən çəmənli yoza da bilmərəm. Benim aşkım Atıra uzana bilmez. bilmərəm. yaxşı, Üstüm batar. yaxşı uzanmayın, belə dayanarsınız, eyib olmaz. Dayanarsınız. Olur. Çəmənlikdəsiniz və yəni hava sizi xoş eləyir, quşların səsi, cikiltisi, belə hava çox gözəldir, başa düşdünüz? Eşq havasıdır. Bir-birinizə eşq sözləri deyirsiniz. Bəli, sizdən gözləyirəm. Buyurun. Fatih, bugün akşam hara gedirik? Restorana aparım sen istəyirsensə. Hansı restorana? Ürəyin istəyir restorana getməyək. Voltu açım, Voltdan yemək zakaz edeyim, sushi evdə yeyək. Aa, çox severəm. Kəsdik. Biz əsərdən danışırıq. Sushi nədir? Restoran nədir? O vaxtda, yəni əjdaha əti məsələdir. Sushi nədir? Əjdaha ətindən bir süfrə qurun ona. Nə bilim, üzümlər olsun orada, şərab olsun və yaxud da bir meyvə suyu olsun. Başa düşün. Sushi yox. Mən əjdahət yeyə bilmərəm. Nə də? Bilmirəm. Yəni Az əjdaha əti sən yeyərsən. çaşdırdınız məni də. Əjdaha əti yoxdur. Bir nə bilim, hinduşka əti olsun, nə? Toyuq əti olsun. Başa düşdünüz? Nə də şey elədiniz. Hə. Təzədən alırıq. Fatih, bugün akşam hara gedirik? Restorana gedək. Hansı restorana? Ürəyin hansına istəyir ona gedək. Amma əjdahət yeməyək. Aha. Xanım. Xanım, nə oldu? Nəsə siz bunu da eləyə bilmirsiniz. Sizə başqa bir şey verəcəm. Sırf onun içindən, o əsərin içindən verəcəm. Ölmə səhnəsi. İndi fikirləşin ki, Mən öləcəm. siz ölməyəsiniz. Oxumamısınız siz əsəri? Oxumuşum. Xanım, mən ölmək istəmirəm. Fatih gəlsən. Xanım, əsərdə elədir. Xahiş edirəm axıra qədər qulaq asın və sözümü kəsməyin. Mənim vaxtım yoxdur. İndi siz gəlmirsiniz fikirləşin ki, belə zəhər içəcəksiniz və belə öləcək, özünüzdən gedirsiniz. Və siz də onu tutursunuz bir qəhrəman kimi, başa düşdünüz? Qəhrəman kimi. Və bəli. Və aranızda o elektriklənmə olsun. Baxan insanlar desin ki, oy da necə gözəl tutur, necə eşqlə tutur, başa düşdünüz? Fatih, mən tuta bilərsən. Tutacam aşkım. Bəli, tutacaq sizi. Bəli, sizə güvənirəm, sizdə o işıq var, görürəm. Xahiş edirəm, başlayın. Nə üçün? Zəhər içəcəksiniz. Sanki buyurun, güya mən sizə verdim, için. Yox da heç nə. Vəziyyətə inanın, vəziyyətə inanın. Aha. Yoxlayaq da. Yoxlayaq, Fatih, bir Hə.
Durun da, Heç durun xahiş başdan, ha. edirəm. Tuta bilmənəm. Ay Romeo, ay Romeo. Neyirsiz siz? O nə səsdir? Alın hey! Bu nədir? Mən beləyəm də, doğuşdan beləyəm. Necə yəni doğuşdan belə? Belədir. Sizdə nəsə bir şey var, amma sizdə başqa şey var. Mən anlamadım, o nə səsdir? Belədir də, məndə Mənim belədir. səsimdən də incədir. Aa. Façik elə deməyin. Nəysə, xahiş edirəm, biraz vəziyyətdə olun. Yəni, vəziyyətdə olsanız o səs də yəni gedəcək sizdən. Xahiş Dırnaqlarım edirəm. necədir? Aa, yaxşı. Vaxtım Niyə yoxdur. vurursunuz mənə façik kimi? Başqanım, mən qələt elədim. Bəli, təzdən. Yaxşı, siz o səs, elə səs çıxartmayın, xahiş edirəm. Yaxşı. Biraz kişi kimi, siz Romeo'sunuz, başa düşürsünüz. Yaxşı. Bir əsər O qəhrəmanısınız. yaxşı. Tamam, sizə güvənirəm. Buyurun. Ay Romeo, Romeo, Romeo. Oh, oh, oh. Oh, Necə yanıyor? oh. Sizdə nəsə var? Bir dəqiqə xanım, bir dəqiqə. Məndə Səs belə. Sizdə alınmır. façik necə yanır? Mən toxunanda səsim Aa, dəyişmir. Səndə alınmır. Sizdə alınmır. Mən seyid nəvəsiyəm. Bilirdim ki, nə vaxtsa belə bir şey olacaq. Mənim də seyirli güclərim var. Sizə vurun. Bəli. Oh. Nəsə var. Nəsə indi təzə alırım. Mən bunu qəbul edə bilmərəm. Xanım, sizdə bir problem yoxdur. Mən seyid nəvəsi olduğum üçün, yəni mən bilirdim ki, nə vaxtsa belə bir şey olacaq. Façik sən evdə danışacaq. Nəysə, aldım. O Yenə- işığı sizdən də aldım. Yenə barmaq vurun, mən düzələcəm. Bəli. Bəli. Təzən alırıq vəziyyəti. Romeo, ölürəm, ölürəm. Güzel də. Ah! Ay, düzəldim mən. Düzəldim, yaxşıdır. Aha. Aha. Getmir, siqnal getmir. Yox, superdir. Yox, çox yaxşıdır. Danışın biraz da dialoq. Vəziyyət bomba kimi, Aha, çox düzəldi. Çox gözəl. Aha. Çox doktor sizi. Düzəldim. Çox gözəl. Şükür. Çox. Gəlin gedək, vaxt itirməyək çünki vaxtı Bugün çəkilirik. Bəli, bugün çəkilirsiniz. Getdik.